Salam, hər birinizi xoş gördük. Güvən nəşrlərinə aid olan sifət və zərf mövzusuna aid ingilis dili testi ilə tanış olaq və doğru cavablara baxaq. Birinci suala baxaq. Birinci sualda sufiksləri sifətlərlə birləşdirəcəyik. Görək cavab hansıdır? 1-də C olacaqdı, changeable sözü var. 2-də A olacaq, forgetful. 3-də famous olur, məşhur bilirsiniz. Historikdə tarixi. Deməli, 1C, 2A olan sadəcə yəqin ki A variantıdır, başqası yoxdur. Bu tip sualda bəzən sözü və belə deyək, sufiksli bilmirsinizsə, ən doğru bildiyinizdən önə çıxın. Misal üçün, famous sözünü, məşhur sözünü hər kəs bilir. Tutaq ki, 3-də D-ni tapdınızsa, 3-də D olan variantlara baxın. Məsələn, 3-də bu da B-də getdi, 3A olmaz, 3A, 3C. Yəni, 3-də D olan sadəcə A variantıdır. Bir sözdən cavabı tapmaq olur. Yəni, imtahanda bunu da istifadə edə bilirsiniz. İkinci suala baxaq. İkinci sualda cümləmizdə zən var. Deməli, bizə müqayisə dərəcəsi lazımdır. A müqayisə deyil. B-də matchın yanında mor olmalı idi. C-də elitinin yanında mor olardı. D-də də the most üstünlükdür. Bizə isə müqayisə lazım idi. Yəni, more popular. Cavab Y variantı. Üçüncü sualda have ever read. Deməli, üstünlük dərəcəsi lazımdır. A müqayisədir, C müqayisədir, Y adidir, D adidir. The most isə üstünlük əlamətidir, yəni B variantı. Getdik dördüncü suala. Dördüncü sualda bilirik ki, more çox hecaların qarşısındadır. Mat isə müqayisənin əlamətidir. More'un yanında çox hecalı söz olacaq, yəni more interesting, more difficult. Və yaxud da belə deyə bilərsiniz ki, həm more, həm olmaz. Ona görə, məsələn, BD olmur. Yəni, bir AC olan varianta baxsaq, sadəcə görürük ki, A variantı oldu. Matchla müqayisə göstəricidir deyə match harder və match shorter doğru variant idi. Beşinci suala baxaq. Beşinci sualda bizə zənə görə müqayisə lazımdır. A-da Z üstünlükdür, B-də long adidir, C-də most üstünlükdür və Z-si yoxdur. Y-də long çox hecalıdır, daha doğrusu qısa hecalıdır deyə, tək hecalıdır deyə yanında mor olmaz. Yəni D-dəki kimi long olar. Getdik 6-cı suala. 6-cı sualda very hansı dərəcə əlamətidir? A dərəcənin sözlərindəndir. A müqayisədir, B üstünlükdür, Y üstünlükdür. D də deməli nice müqayisədir. Bizə isə very'ə görə adi dərəcə lazım idi, yəni nice olduğu kimi. 7-ci suala baxaq. 7-ci sualda deməli görürük ki, variantlardan əzəz və yaxud da müqayisə üstünlük məsələsi var. O uşaqlığında deməli böyük bacısı kimi zəki idi. Variantlara bir-bir baxmağa çalışaq. 7-də elə A variantı doğru olacaqdır. Görək digərləri niyə olmur? Çünki əz arasında adi dərəcə qalırdı. Məsələn, inkar olsa so olurdu. B getdi. Cümləmiz çünki inkar deyil. C-də more diligent yazıbdı. Sifətin qabağında artıqın işi yoxdur. Ona görə C-də getdi. D-də mostun yanında Z-si yoxdur. Y-də matchın yanında moru yoxdur. Yəni, qrammatik cəhətdən gördüyünüz kimi uşaqlar cavabı tapmaq oldu. 8-ci sualda mənim qardaşım böyükdür dediyimiz zaman olda istifadə edirik və bilmək lazımdır ki, elderdən sonra zən olmur. C, Y getdi. Həm oldun sonundakı ER, həm də more ikisi bir arada olmur. Bu da getdi. Qaldıq A və B arasında. Deməli, o ailədə ən böyükdür deyəndə Z eldest olmalıdır, Z'si olmalıdır. Və eldest kimi olur. A-da oldestin qabağında C-si də yox idi. Belə də tapmaq mümkündür. 9-a baxırıq. 9-cu sualda zən var. Hansı dərəcədir müqayisə? A adidir, C üstünlükdür, D üstünlükdür. Hətta Z-si yox idi. Y-dən A arasında qalırıq. Yadda saxlayın ki, mor mütləq olmalıdır müqayisədə. Əgər söz çox hecalıdırsa, ona görə Y-də mor yoxdur və cavabımız A oldu. 10-cu suala baxaq. 10-cu sualda baxaq variantlara. Məsələn, A-da matchın yanında mor olmalı lazımdır. Çünki comfortable çox hecalıdır. Mora ehtiyac var. B-də mostun yanında Z-si yoxdur. C-də comfortable sifətdir. Bu da isim görünmür. Və E artikli var. Belə şey olmaz. Y-də so inkarlığın əlamətidir. D-də əz arasında adi dərəcə doğrudur. Yəni
D variantı oldu. Getdik 11-ci suala. 11-ci sualda isə HD və HV üstünlük əlamətidir. Z'si də verilib bu da. A-da bəd adidir, B-də verse müqayisə, bəddir verib, heç bir şey yoxdur, verse olardı, hələ müqayisədir. Y-də də baddest olmurdu, the worst olurdu. Yəni kökdən dəyişən sifət bad, worse, the worst idi. Bu da Z'si var deyə elə C doğru cavab olur. 12-ci suala baxaq. 12-ci sualda cümlənin mənasına baxacağıq həm də. Demişdik ki, hard sözünə elvay artıranda çətinliklə, güclə mənasını verir, yəni inkarlıq bildirir, cümlənin mənası dəyişir. Ona görə hardli olmayacaqdır. Y-dəki də getdi. Qaldıq ikisi arasında. Sağ tərəfə baxırıq, deyir ki, sən deməli, yaxşı öyrənsən, hard yaxşı çalışmaq anlamında. Sən imtahanları neynəyərsən, uğurla keçərsən deyərəm, successfully deyəcəm, elvaydən deyəcəm, yəni A-nı. C-ni qoyanda hardlin baxın, cümlənin mənasını təmiz dəyişir, keçməyəcəksən mənasını verir, cümlənin mənası düz gəlmir. 13-cü suala baxaq. 13-cü sualda Karol hiss etdi necəsə və o onu qəribə hiss etdi və onu qorxutdu, dəhşətli formada qorxutdu. Frightened var, deməli hərəkət lazım olacaq bizə, yəni elvay. C-də terrible sifətdir, D-də terrible sifətdir, Y-də eyni qayda. A və B arasında qaldıq, maçın yanında mütləq mor olması lazım idi. A gedir, cavabımız 13-də B variantı oldu. 14-cü sualda cümləmizdə zəm bağlayıcı sıfır, bilirik ki, zəm müqayisə əlamətidir və A-ya baxırıq. A-da E var, E artiklinin yanında bir isim görünməlidir. Buralarda bir yerdə isim yoxdur. A gedir. B-də mostun üstünlükdür, zən lazımdır, yəni zən var daha doğrusu. C-də eyni qayda, deməli, çox hecalıdır deyə qabağında mor olması lazımdır. D-də yenə mor olmalıdır, ya mor yoxdur, amma Y-də var. Ona görə 14-də Y oldu. 15-ci sualda dağ yüksəkdir, biz ona dırmana bilmədik deyəcəyik. Baxaq, ilk öncə deyim ki, dırmana bilmədik asanlıqla bizə zərf lazımdır. Easy olmaz B-də, bu getdi. Və dağ necədir ki, biz ona dırmananmadıq? Hündürdür. Amma C-də deyir ki, alçaqdır, D-də deyir alçaqdır, Y-də deyir ki, alçaqdır, yəni balacadır anlamında. Elə bir dənə cavabımız A olur, mənaya baxırıq. Dağ yüksəkdir, biz ona asanlıqla dırmana bilmədik deyir, yəni 15-də A variantı. Belə, əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar olsun.